Əziz şagirdlər, maraqlı bir sualdır. Gəlin bunun rahat yolla izahına baxaq. Deməli, bu şəkildə kəsirləri toplayan zaman təbii ki, bunları orta məxrəcə gətirmək çox çətin olur. Ona görə də bunun rahat bir yolu var. Necə edirik? Deməli, birinci kəsirin birinci hissəsi, baxın bu hissə, yəni 25-də 1, çıxılsın sonuncu kəsirin sonuncu hissəsi, yəni 35-də 1 bölünsün ara məsafəsi. Ara məsafəsi deməli 27-dən 25 çıxanda nə eləyir? 2, 29-dan 27 çıxıram 2, 31-dən 29 çıxıram 2, 33-dən 31 çıxıram 2, 35-dən 33 çıxıram 2. Ara məsafəsi 2-dir, yəni bölürəm 2-yə. İndi orta məxrəc götürürük 25 ilə 35-ə. Burada 35-i 5-ə də vura bilərik, 25-i 7-yə də vura bilərik. Yəni ikisindən birini götürə bilərik. Ondan nə edirik? Deməli, 25-i 7-yə vuranda 35, 3 yadda 175. Onda biri də 7-yə vururam, burada da biri də 5-ə vururam. 7 çıxılsın. 35-i də 5-ə vuranda 5 bir yadda 15, 12 bu da elədi 175-də 5. İndi bunları bir-birindən çıxıb 2-yə bölürəm. 175-də 7-dən 175-də 5 çıxıram. Eləyir 175-də 2. 2-yə böləndə 2-də 1-ə vurmaq deməkdir. Bunlar da ixtisar gedir, qalır 175-də 1. Burada bizə variant B variantı vermişdi. Mən burada variantları yazmamışam. B variantı vermişdi. Yəni yadımızda saxlayırıq ki, bu tipli suallar düşən zaman biz bunları orta məxrəcə gətirmirik. Birinci kəsirin birinci hissəsi, yəni sürətlə məxrəc bir yerdə və sonuncu kəsirin sonuncu hissəsi, yəni ortada nə qədər ədəd olur olsun, onun heç bir əhəmiyyəti yoxdur. Və maraqlı bir dənə sual da var, onun da izahını verəcəm indi sizə. Baxın uşaqlar, burada ortada nöqtələr qoyub, yəni buna ardıcıl çıxa-çıxa gediblər ta ki 21-ə qədər. 1-dən 2-də 1 çıxanda, yəni 1 2-də 2-dir, 2-də 1 çıxanda 2-də 1 qalır, vurulsun. Bu da 3-də 3-dür, 3-də 2 qalır, vurulsun. 4-də 3 və s. və s. 20-dən 20-də 1 çıxanda 20-də 19 vurulsun. 21-də 20. İndi gəlin burada ixtisarın növünə baxaq. Görək hansı formada ixtisar gedir. Baxın 2 ilə 2 gedib, 3 ilə 3 gedib, 4 ilə 4 gedir. Baxın bu istiqamətdə gedirlər ixtisarlar. 19 ilə 19 gedir, 20 ilə 20 gedir. Burada 21 qalır, burada da 1 qalır. Cavab olur 21-də 1. Sizə burada cavabları yəni yazmamışam variantları bizə D variantı veribdir.